Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost TV-nin efirindən salamlayıram yenidən hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə Dost TV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Bu dəfə də çox önəmli bir mövzu ətrafında həm müzakirəmiz olacaq, həm də sizə ən son xəbərlərimizi təqdim edəcəyik. Bugün iş saatında böyük qayıdışa dair dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlərdən və əldə edilən nəticələrdən danışacağıq. Bildiyiniz kimi, böyük qayıdışa dair birinci dövlət proqramı icra olunur və işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi, həmin ərazilərdə məskunlaşan əhalinin sosial rifahı üçün xüsusi əhəmiyyətə malikdir və doğma torpaqlarına köçürülən şəxslərin məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq tədbirlərinin və məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin icrası da uğurla davam etdirilir. Artıq hansı nəticələr əldə olunub və qarşıda daha nələr planlaşdırılır? Bu barədə irəliyən dəqiqələrdə ətraflı məlumatlarımız və müzakirəmiz olacaq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? İşsiz və iş axtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib. Sabirabad rayonunda vətəndaş qəbulu baş tutub. Agentliyin rəhbər şəxsləri Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüşüblər. Daha ətraflı xəbər xülasəsini izləyək. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin bu dəfə Bakı şəhəri və Sabirabad rayonunda vətəndaş qəbulu baş tutub. Qəbulda səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, özünü məşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı olub. Görüşün sonunda əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Hasil Abbasov, Ülvi Abbasquliyev, Nihat Muxtarlı və Ramal Quluzadə Novruz bayramı ərəfəsində şəhid Nicat Mustafayev, Natiq Abdullayev, Ruslan Cəfərov və Niyyət Şirəliyevin ailələrini ziyarət ediblər. Görüş zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Dövlət Məşğulluq Agentliyi növbəti beynəlxalq uğur əldə edib. Agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu Improvement and Efficiency Social Enterprise təşkilatı tərəfindən dövlət sektorunun transformasiyası mükafatına layiq görülüb. Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan əmək və məşğulluq alt sistemi müsabiqənin rəqəmsal texnologiya və məlumat analizindən ən yaxşı istifadə və innovasiya nominasiyaları üzrə ətraflı təhlil edilib və qalib seçilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib. Bakı, Qazax-Tovuz, Şəki-Zaqatala, Abşeron-Xızı, Şirvan-Salyan, Mərkəzi Aran və Şərqi Zəngəzur regional məşğulluq filialları tərəfindən Bakı, Şəmkir, Oğuz, Sumqayıt, Şirvan, Mingəçevir və Gəncədə təşkil edilən aktiv məşğulluq tədbirlərində 105 işəgötürən tərəfindən 761 vakansiya təqdim edilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən Tələbə İnkişaf Platforması çərçivəsində DPX karyera planlaması niyə mühümdür adlı konfrans keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirin məqsədi, karyera planlamasının əhəmiyyəti və faydaları, karyera məqsədlərinin düzgün təyin edilməsi, şəxsi və peşəkar məqsədlərin balanslaşdırılması kimi mövzularla bağlı tələbələri maarifləndirmək olub. Konfransın spikerləri karyera planlaması mövzusunda çıxış edib, tələbələrin suallarını cavablandırıblar. Həftə ərzində regional məşğulluq filialları tərəfindən də görüşlər həyata keçirilib, məşğulluq tədbirlərinin icrası istiqamətində işlər görülüb. Həmin işləri birlikdə izləyək.
Bugün mövzumuz böyük qayıdışla bağlıdır və işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin olunması istiqamətində görülən işlər bu həftədə diqqət mərkəzində olub. Həm Qarabağ, həm də Şərqi Zəngəzur regional məşğulluq filialı tərəfindən hansı işlər görülüb? Gəlin birlikdə izləyək. İndi isə Laçın rayonundan olan Akif Şahvələdovun hekayəsini dinləyəcəyik. O, 18 yaşında məcburi olaraq tərk elədiyi doğma yurduna geri dönüb və üstəlik hazırda Laçında əmək fəaliyyəti ilə məşğuldur. Mən Şahvələdov Akif Ümbətoğlu, Laçın rayonu Şəlvəkənd sakini. Hal-hazırda SUS KSS-də növbətçi elektrik monteur vəzifəsində çalışıram. 92-ci ildə həm 18 yaşım vardı. Yəni o vaxt işğal olundu bizim torpaqlarımız. Məcburi köçkün düşdük. Müxtəlif rayonlarda yaşadıq, belə deyək. Bugünkü günə şükür. Allah prezidentimizi canı sağ eləsin, rəhbərimiz çox sağ olsun. Bizi bugün burada işlə təmin ediblər. İşləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün onların sayəsində biz bu torpaqlardayıq. Hamımızın arzusuydu ki, bugün gedək öz Laçınımızda, Kəlbəcərdə, yəni işğal olmuş yerlərimiz hamısında yaşamaq. Bura köçəndən sonra mən məşğulluğa müraciət elədim. Onlar da məni yönətdilər az enerjiyə. Rəhbərinə çox sağ olsun, müraciətim qəbul olundu. Məni bura işlə təmin elədilər. Çox sağ olsunlar, hamısına minnətdaram. Hal-hazırda bu SUS KSS-də növbətçi elektrik monteur vəzifəsində çalışıram. Bütün rəhbərliyə də öz təşəkkürümü bildirirəm. Digər qəhrəmanımız isə Füzuli rayonundandır. Leyla Hüseynova özünü məşğulluq proqramı iştirakçısıdır. Öz rayonunda işini qurmaq ən böyük arzularından biri olub və dövlət dəstəyi ilə indi arzusunu reallaşdırılıb, Füzulidə bir sahibkar olaraq fəaliyyət göstərir. Biz artıq 8 aydır Füzuli şəhərində yaşayırıq. Sumqayıtda yaşayırdıq. Orada öz salonum var idi, işləyirdim öz yerimdə. Arzum oldu ki, buraya köçəndə də öz işimi burada davam etdirim.
Avadanlıq almaq üçün Məşğulluq Agentliyinə müraciət elədim. Məni kursa cəlb elədilər. Kursu bitirəndən sonra sertifikat verdilər, sonra da avadanlıqlar verdilər. Artıq 3 aydır işləyirəm. Qazancım normaldır. Füzuliyə köç davam edir. Müştərilər daha da çoxalır getdikcə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində Füzuli şəhərində yaşayırıq. Efirimizi davam elətdiririk. Hörmətli tamaşaçılar, iş saatını izləyirsiniz və artıq qonağımızla müzakirəyə keçid eləyə bilərik. İş saatında bu dəfə Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən danışırıq. Və qonağımız Dövlət Məşğulluq Agentliyinin Böyük Qayıdışa dair məşğulluq məsələləri departamentinin proseslərin koordinasiyası şöbəsinin müdiri Səbuh Yunusudur. Xoş gördük sizi. Xoş gəlmisiniz Səbuh bəy. Salam, hər vaxtınız xeyir olsun Əsmər xanım. Mən həm sizi, həm izləyicilərimizi salamlayıram və ilk öncə təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik. Bugün Böyük Qayıdışdan danışacağıq. Böyük Qayıdış proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən görülən işlərdən. İlk olaraq soruşmaq istəyirəm ki, məşğulluqdan məskunlaşmaya prosesi necə gedir? Bilirik ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən Böyük Qayıdış prosesi başlayan ilk günlərdən etibarən işlərin görülməsinə başlanılıb. İlk olaraq Ağalı kəndi ilə bu prosesə start verilmişdi və əsas devizimiz burada məşğulluqdan məskunlaşmayadır. Ümumilikdə proses necə gedir? İlk olaraq bunu izah eləyək. Bəli, bugün müzakirə edəcəyimiz mövzu Böyük Qayıdış mövzusudur. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan, hər bir Azərbaycanlı üçün xüsusi önəm kəsb edən bir mövzudur Böyük Qayıdış proqramı və proqram çərçivəsində görülən məşğulluq məsələlərindən bağlı. İlk öncə onu qeyd edim ki, ölkə başçımızın müvafiq sərəncamı əsasında Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər təsdiq edilmişdir. Bu sənəddə 5 milli prioritetdən biri məhz işğaldan azad olmuş ərazilərə dair olmuşdur. Bu prosesin ardı olaraq Cənab Prezidentin digər sərəncamına əsasən 2022-ci il 22 iyul tarixində Böyük Qayıdışa dair birinci dövlət proqramı təsdiq edilmişdir. Bu proqram çərçivəsində geniş miqyaslı işlər görülməkdədir hazırda. Ərazilərin minalardan təmizlənməsi, bərpa, quruculuq, tikinti işləri, həmçinin köç prosesləri həyata keçirilməkdədir. Doğru buyurdunuz, bu günlərin məşğulluqdan məskunlaşmaya devizi altında biz fəaliyyət göstəririk Dövlət Məşğulluq Agentliyi olaraq. Bu istiqamətdə bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Dövlət Məşğulluq Agentliyi köçün ilk günlərindən həmin ərazilərdə aktiv fəaliyyət göstərməkdədir və bunun nəticəsidir ki, bugünkü gün məşğulluq proseslərinin dayanıqlı trendlərlə inkişafı görülməkdədir. Biz ümumiyyətlə köçü iki hissəyə ayırırıq. Həm köç etmiş şəxslərlə görülən işlər, həmçinin köç edəcək şəxslərlə görülən işlərdir. Köç etmiş şəxslərlə artıq müvafiq işlər görülməkdədir. Bizim işğaldan azad olmuş ərazilərdə 2 regional məşğulluq filialımız fəaliyyət göstərilir. Həmçinin bununla yanaşı 4 xidmət şöbəmiz artıq fəaliyyətə başlamışdır. Bizim əməkdaşlarımız hansı ki rayonda xidmət şöbəmiz fəaliyyəti göstərmir, daimi olaraq, mütəmadi olaraq o rayonlarımıza ezam olunurlar. Köç etmiş vətəndaşlarımızla məşğulluq imkanlarını qiymətləndirirlər. Hər bir iqtisadi fəal şəxsdən individual olaraq görüşülür, məşğulluq imkanları qiymətləndirilir və məşğulluq imkanlarının qiymətləndirilməsi nəticəsində fərdi məşğulluq proqramı tətbiq olunur. Bu fərdi məşğulluq proqramları nəticəsində vətəndaşların fərdi məşğulluq proqramlarında bir sıra aktiv məşğulluq tədbirləri yer almaqdadır ki, hal-hazırda da bu istiqamətlərdə Dövlət Məşğulluq Agentliyi və onun yerli qurumları fəaliyyət göstərir. Səbuh bəy, yalnız köç etmiş vətəndaşlarla keçirilmir də bu görüşlər, düzdürmü? Həm də köçə hazırlaşan vətəndaşlarla da mütəmadi olaraq qeyd elədiyiniz filial tərəfindən görüşlər həyata keçirilir. Bəli, əlbəttə, həmçinin köçü nəzərdə tutulan yaxın gələcəkdə köçü nəzərdə tutulan şəxslərlə işlər aparılır. Onların demoqrafik vəziyyəti təhlil olunur, peşə və ixtisası təhlil olunur, həmçinin onların məşğulluq tarixçələrinə baxılır və köç prosesinin sürətləndirilməsi üçün bu təhlil olunmuş məlumatlar bu
aidiyyəti qurumlara ötürülür və köçün sürətləndirilməsinə və həmin ərazidə məşğulun təmin olunmasında Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstərir bu istiqamətdə. Onu qeyd edim ki, hal-hazırda bu ay ərzində artıq 19 min vətəndaşımızla, köç edəcək vətəndaşımızla işlər aparılmışdır, təhlillər olunmuşdur. Həmçinin köç etmiş vətəndaşlarla əlaqə saxlanılır, onların vakansiya tələbləri öyrənilir. Və bu vakansiya tələbləri öyrənmiş şəxslər isə biz aidiyyəti üzrə qurumlara yönləndiririk işə götürülməsi üçün. Aydındır. İndi istiqamətlərdən ətraflı danışacağıq. Həmin o görüş keçirilən və məşğulluq imkanları qiymətləndirilən şəxslərlə hansı məşğulluq istiqamətləri üzrə iş aparılır. Amma istəyirəm ki, əldə edilmiş nəticələrə bir nəzər yetirək. Çünki artıq neçə ildir ki, bu proses aparılır və müəyyən bir nəticələr də var əldə edilmiş. Düzdür, mütəmadi olaraq həmin göstəriciləri biz ictimaiyyətə açıqlayırıq, amma istəyirəm ki, elə iş saatında Dostoyev vasitəsilə bir daha əldə edilmiş məşğulluq göstəricilərinə nəzər yetirək. Əldə olunan nəticələrə nəzər salsaq, bu günlərin nəticələr çox qənaət bəxş edəndir. Bildiyiniz kimi artıq 3000-ə yaxın ailəmiz məskunlaşmışdır. Bunu nəfərlə desək, artıq 12.000-ə yaxın vətəndaşımız həmin ərazilərə köç etmişdir. Və bu köç etmiş vətəndaşlar biz iki istiqamətdə iqtisadi fəal və iqtisadi qeyri-fəal olaraq təhlillərini aparırıq. İqtisadi fəal əhalinin 4500-ə yaxın iqtisadi fəal əhali vardı ki, bunun da 85% artıq 4000-ə yaxın vətəndaşımızın məşğulluğu təmin edilmişdir, məşğulluq istiqamətində dəstək göstərilmişdir. Əlbəttə ki, bu bir neçə istiqamətdə baş verir. Böyük əksəriyyəti vakansiyalar üzrə işlərə cəlb edilmişdir. Həmçinin ərazidə 250-yə yaxın vətəndaşımız özünə məşğulluq proqramı çərçivəsində əmlaklara təmin edilmişdir. Ərazidə 150-yə yaxın vətəndaşımız artıq peşə hazırlığı kurslarını müvəffəqiyyətlə bitirmiş və bitirdiyi ixtisaslar üzrə artıq müvafiq işlərdə təmin edilmişlər. Digər istiqamət olaraq özünü məşğulluq proqramı da orada icra olunur bildiyim qədərilə. Bu proqram çərçivəsində hansı nəticələr əldə edilir? Bu proqram çərçivəsində ümumiyyətlə özünə məşğulluğu şəxsin müstəqil surətdə və dövlətin dəstəyi ilə özünün işlə təmin etməsidir. Və biz də Dövlət Məşğulluq Agentliyi olaraq vətəndaşlarımıza bu istiqamətdə dəstək oluruq. Və yaxud da qeyd etdiyim kimi artıq 250-yə yaxın vətəndaşımız aktivlərlə təmin edilmişdir. 100-ə yaxın vətəndaşımız hal-hazırda bu istiqamətdə işlər aparılır. Həmçinin peşə hazırlığını qeyd etdim ki, 150 nəfər peşə hazırlığına cəlb olub və 100 nəfərə yaxın vətəndaşımız da bu istiqamətdə işlər aparılır peşə istiqamətində. Elə peşə hazırlığından söz düşmüşkən istəyirəm bu barədə daha ətraflı danışaq. Çünki işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təminatı istiqamətində ən önəmli alətlərdən birisi elə peşə hazırlığıdır və Qarabağ Peşə Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Bir müddətdir orada da müəyyən kurslar həyata keçirilir. Bu yaxınlarda hətta Xankəndidə təşkil olunmuş kursu bitirən daha bir qrup müdavimə sertifikatlar da verildi və yaxşı tərəf həm də bundan ibarətdir ki, vətəndaşlar yeni bir peşəyə gələndən sonra həm də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmaq imkanı əldə edirlər. Burada əsas hədəf nədən ibarətdir? Çünki bilirik ki, peşə hazırlığı istiqamətində çox geniş tərkibli işlər görülür. Bu proses necə təşkil olunub? Biraz da peşə hazırlığının əhəmiyyətindən danışaq. Peşə hazırlığı ilə bağlı onu qeyd etmək istəyirəm ki, vətəndaşın fərdi məşğulluq proqramında ən aktiv tədbirlərdən biridir peşə hazırlığı. Ümumiyyətlə 175 peşə və ixtisas üzrə vətəndaşlarımız müraciət edə bilirlər bizə, Dövlət Məşğulluq Agentliyinə. Müraciət çox sadədir. Yəni bunun üçün hər bir vətəndaşımız Dövlət Məşğulluq Agentliyinə, regional məşğulluq filialına, özünə xidmət şöbələrinə, həmçinin dost mərkəzlərinə yaxınlaşa bilərlər. Biz işğaldan azad olunmuş ərazilərdə 4 istiqamətdə peşə hazırlığı istiqamətləri vardır ki, tikinti, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarına əhatə edir. Bunun üçün vətəndaşlarımız, iş axtaran işsiz vətəndaşlarımız, iqtisadi fəal olan şəxslərimiz, həm köçmüş, həm köç nəzərdə tutulan vətəndaşlarımız bizə müraciət etmələri tövsiyə olunur. Əgər vətəndaşlarımız müraciətdən etmək onlayn qaydada istəyirlərsə, bunun üçün də bizim əlçatanlığımız vardır. Sosial.gov.az saytında Qarabağ və Şərqi Zəngəzur peşə hazırlığına müraciət bölməsi vardır ki, oradan da vətəndaşlar müvəffəqiyyətlə öz məlumatlarını dolduraraq qeydiyyatdan keçə bilərlər. Bu həftə ərzində hər həftə ərzində bu sistemə baxış keçirilir. Vətəndaşların qeydiyyatı üzrə
qeydiyyatdan keçdikləri rayon və filial üzrə yönləndirmələr aparılır və vətəndaşlarla həftə ərzində işlər görülür. Artıq onlayn qaydada qeydiyyatdan keçən 220 şəxsimiz var ki, onlardan da işlər aparılmışdır. Hədəf olaraq onu demək istərdim ki, 2024-26-cı il böyük qayıdışa dair tədbirlər planında bizim peşə hazırlığı ilə bağlı hədəfimiz 2100 nəfər idi. Peşə hazırlığına cəlb olunması üzrə iş aparılan şəxslər. Ancaq ki, Dövlət Məşğulluq Agentliyi artıq bu sayı 2024-cü ildə 2500-ə yaxın şəxsin peşə hazırlığına cəlb etmişdir ki, bu da 100% nəticədən yuxarı bir göstəricidir. Həmçinin qeyd etdiyiniz Qarabağ Peşə Hazırlığı Mərkəzi ilə Qarabağ Peşə Hazırlığı Mərkəzində vətəndaşlarımız 48 ixtisas və peşələr üzrə müraciət edirlər. Artıq peşə hazırlığı mərkəzi yaranandan həmin ərazidə 800-ə yaxın vətəndaşımız bu və ya digər kurslarda keçmişlər və bir yaxud da qeyd etdiyiniz kimi Xankəndi şəhərində bilirsiniz ki, artıq 500-dən yuxarı şəxsimiz tikişçi, dərzi istiqamətində kursa cəlb olunmuşlar və onların böyük əksəriyyəti 300-dən yuxarı hissəsi artıq müvafiq işlərlə təmin edilmişlər. Bəli. Deməli, bu onlayn müraciətdən keçən, onlayn müraciət edən daha doğrusu vətəndaşların məlumatları həftəlik əsasla yoxlanılır və filiallara göndərilir. Təqdim edilir. Bəli, filiallara iş aparılması üçün təqdim edilir və filiallarda da aidiyyəti üzrə həmin vətəndaşlarla əlaqə saxlanılır. Lazımı olan, əgər vətəndaşların hər hansı bir məlumatında nöqsan aşkarlanarsa, onu biz yenidən bərpa edirik, vətəndaş yenidən qeydiyyata keçir və bizim xidmət şöbələrimizə yaxınlaşaraq işlər davam etdirilir. Əslində bu məqamı açıqlamağımız çox yaxşı oldu. Çünki ola bilər ki, bəzən vətəndaşlarda belə bir sual yaranır, belə bir fikir yaranır ki, onların qeydiyyatdan keçəndən sonra ona baxacaqlarmı, kim baxacaq, nə qədər müddətə baxılacaq və s. Deməli ki, bu müddət bir həftə təşkil edir. Əslində çox qısa bir müddətdir belə baxanda. Azad olunmuş ərazilərdə başqa hansı tədbirlər icra olunur? Məsələn, daha belə mütəmadi keçirilən tədbirlərdən birisi əmək yarmarkalarıdır. Tez-tez biz bunu müşahidə edirik. Bu barədə də danışaq. Əmək yarmarkaları bəli, artıq intensiv olaraq keçirilir. Mən qeyd etmək istəyirəm ki, bu günə qədər 16 əmək yarmarkası, bir peşə yarmarkası keçirilmişdir. İllər olaraq bölsək 2023-cü ildə 2 əmək yarmarkamız baş tutmuşdur. 2024-cü ildə 8 əmək yarmarkası və bir peşə yarmarkası və bu ilin cari ilindən başlayaraq son 3 ayda artıq 8 əmək yarmarkası təşkil olmuşdur. Yanvar ayında 2, fevral ayında 2 və mart ayında 4 əmək yarmarkası Füzuli, Xankəndi, Şuşa, Cəbrayıl və Laçın istiqamətində olmuşdur. Əmək yarmarkalarında işə götürənlər bu ümumilikdə 2000-dən yuxarı vakansiyalar çıxarmışlar yarmarkalara. 1500-dən yuxarı vətəndaşımız cəlb olunmuşdur. 100-dən yuxarı vətəndaşımız artıq müvafiq istiqamətlərdə işlərə cəlb olunmuşlar. Bu əmək yarmarkaları silsilə xarakteri daşıyır. Hər ay təşkil olunacaqdır və davam edəcəkdir. Həmçinin orada işə düzəltmə ilə bağlı biz vətəndaşlarına aktiv fəaliyyət göstəririk. Hazırda ərazidə olan 400-ə yaxın vətəndaşımız var ki, iqtisadi fəal. Onlarla münasib işlərlə bağlı işlər aparılır. Əslində bu əmək yarmarkalarının keçirilməsi vətəndaşlardan əlavə həm də işə götürənlər üçün faydalıdır. Çünki məsələn Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azəriqazla əmək yarmarkaları keçirildi elə mart ayı ərzində və birbaşa onlar müəssisələrində olan aktiv vakansiyaları vətəndaşa təqdim edə və real vaxt rejimində onu seçə bilirlər. Bu onlar üçün məncə çox üstünlükdür. Çox üstünlükdür. Bəli, əlbəttə ki, düzgün vurğuladınız. Həmin vətəndaşlar onlar real olaraq görürlər, real olaraq qiymətləndirirlər və artıq birinci ələmə prosesində artıq onlar bilirlər ki, kimlər artıq müsahibəyə çağırılmalıdır və hətta elə əmək yarmarkalarımız olub ki, vətəndaş qatıldığı əmək yarmarkadan birbaşa olaraq işlərə cəlb olunmuşdur. Aha. Yəni burada proses daha sürətli gedir deyə bilərik də. Ümumilikdə əmək yarmarkalarından əlavə digər istiqamətlər üzrə də işə götürənlərdən əməkdaşlıq edirik. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və fəaliyyəti hətta nəzərdə tutulan işə götürənlər də bilirəm ki, diqqətdə saxlanılır. Biz onlar sosial tərəfdaşlarımız ümumiyyətlə hər zaman qeyd edirik ki, bizim üçün çox önəmlidir. İşə götürənlərlə proses necə qurulub, onlar üçün hansı belə deyək də dəstək tədbirlərimiz var və bu istiqamətdə iş aparırıq. İşə götürənlərlə əməkdaşlıq vacib istiqamətlərdən biridir və bu çərçivədə biz öncə də qeyd etdiyim kimi işğaldan azad olunmuş ərazilərdə ilk gündən olduğumuz üçün
Orada yerləşən işə götürənlərlə biz sıx əlaqədayıq. Artıq 300-dən yuxarı bizim tərəfdaşımız vardır ki, daimi olaraq orada çalışan işə götürənlərlə biz sosial tərəfdaşlarımız vardır ki, hansılarla biz əlaqələr saxlayırıq. Biz həmçinin Dövlət Məşğulluq Agentliyi olaraq Nazirlik daxilində Dövlət Məşğulluq Agentliyinin iştirakı ilə görüşlər keçirilir rəhbər şəxslərlə ayda 2 dəfə olmaqdan. Həmçinin regional məşğulluq filiallarımızda bizim dərin masalar təşkil olunur ki, ayda 1 və ya 2 dərin masalarımız olur ki, işə götürənlərlə sıx biz təmasda oluruq, onların vakansiya tələblərini öyrənirik və bu vakansiya tələblərinə uyğun ola bilirsiniz ki, işə götürənlərin vakansiya tələblərində bugünkü müasir kvalifikasiyaya sahib olan ixtisaslı işçilər lazımdır, həmçinin ixtisassız işçilər lazım olur və biz bu yöndə, bu istiqamətdə köç etmiş vətəndaşlarımızı, həmçinin də köç edəcək vətəndaşlarımızı məlumatlandırırıq. Əgər hər hansısa bir ehtiyac yaranarsa biz onları peşə hazırlığı kurslarına cəlb edirik ki, və bunun da nəticəsini almış oluruq. Mən bir statistikanı da qeyd etmək istəyirəm ki, biz artıq 6500-ə yaxın vətəndaşla əlaqə saxlayıb onların vakansiya tələblərini öyrənmişik. Həmin vətəndaşların 4500 nəfərini biz artıq bu qurumlara təqdim etmişik və 2700 nəfərlə iş aparılıb, 400 nəfər artıq işlə təmin olunub və 106 nəfər artıq peşəyə hazırlığına cəlb olunur. Yəni bu böyük bir rəqəmdir qısa bir müddət ərzində. Əla. Səbuhi bəy, elə vakansiyalardan söz düşmüşkən işlə təminat məsələsinə bir toxunmaq istəyirəm. Çünki bizə də tez-tez müraciətlər daxil olur. Vətəndaşlar qeyd edirlər ki, hətta həmin ərazilərdən olmayan şəxslər qeyd edirlər ki, biz işğaldan azad olunmuş ərazilərdə çalışmaq istəyirik. Orada əmək fəaliyyəti ilə məşğul olmaq istəyirik. Və işə götürənlər də müxtəlif istiqamətlər üzrə əməkdaş axtardıqları olur. Hətta həmin vakansiyaları biz paylaşırıq da Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında. Amma bəzən o vakansiyanı axtaran şəxslə, işçini axtaran şəxs belə deyək, bir nöqtədə görüşə bilmir. Bu proses necə tənzimlənir və belə bir qopluqluq varsa da bunu necə aradan qaldırmaq olar? Yəni hansı yollarla vətəndaş necə müraciət edə bilər? Bu proses əslində çox sadədir. Bu iki istiqamətdə olur proses. Birincisindən artıq danışıq əmək yarmarkasında biz vətəndaşları bir bilavəsi görüşdürür işə götürən. Digəri isə vətəndaşları biz ayıq-sayıqlığını biz hər zaman çağırırıq, dəvət edirik ki, vətəndaşlar əgər işləmək istəyirlərsə bizim xidmət şöbələrimizə, fərqi yoxdur, həm işğaldan azad olmuş ərazilərdə, həm də burada olan, yəni yerləşən xidmət şöbələrimizə müraciət edə bilərlər, dost mərkəzlərinə, həmçinin regional məşğulluq filiallarına müraciət edə bilərlər. Hazırda vakansiya bankında olan vakansiyalarla tanış ola bilərlər, hansılar ki, işğaldan azad olmuş ərazilərdə yerləşirlər və vətəndaşlar daima bizim sosial şəbəkələrimizi, rəsmi saytlarımızı izləməkdə qalmalıdırlar. Hər hansısa vətəndaşda vaxt darlığı varsa, əgər yaxınlaşa bilmirsə, bunun üçün də bizim onlayn bir platformamız var ki, Qarabağda iş imkanları platforması. Orada daimi olaraq bizim vakansiyalarımız yenilənir və orada da müraciət bölməsində 2 e-mail ünvanı vardır ki, hər bir e-mailə vətəndaşlarımız müraciət edə bilərlər. Nəyə görə 2 e-maildir orada göstərilib? Biri Qarabağ Regional Məşğulluq filialına, digərisi Şərqi Regional Məşğulluq filialına yönləndirilir və bu vətəndaşların da gündəlik əsasda CV-ləri yoxlanılır bizim əməkdaşlar tərəfindən. Kimlərin ki, CV-ləri bu vakansiyalara uyğun olduqda onlarla əlaqə saxlanılır, işə götürənlərə yönləndirilir və çox sadə bir proses əslində bu. Vətəndaşlardan sadəcə qeydiyyatdan keçmələri istənilir, həm onlayn şəkildə və yaxud da ki, əyani şəkildə yaxınlaşaraq. O ki, qaldı bildirdiyiniz məsələ ki, orada işləməklə bağlı, orada heç bir qadağa yoxdur. Həm köç etmiş vətəndaşlarımız, eləcə də köç edəcək vətəndaşlarımız, həmçinin də ki, məcburi köçkün statusu olmayan şəxslərimiz hazırda orada fəaliyyət göstərməkdədir. Bilirsiniz ki, bərpa, quruculuq və tikinti işləri gedir. Hazırda bu ixtisaslar üzrə, bu peşələr üzrə hansı ki, geoloqlar, memarlar, bu kimi ixtisaslara üstünlük verilir, spesifik ixtisaslardır ki, və bu qəbildən olan şəxslər, bu ixtisası bitirmiş şəxslər müraciət edə bilərlər. Kifayət qədər orada işləri vardır hal-hazırda və kifayət qədər də yüksək əmək haqqılardır. Əslində burada vətəndaşın da vakansiyaya uyğun olması çox vacib şərtdir. Çünki müraciət edən hər bir şəxsə geri dönüş ediləcək.
həmin adam müsahibəyə dəvət olunacaq deyə bir qayda da yoxdur. Həmin CVlər təhlil olunan zaman əsas buna baxılır ki, şəxs vakansiya tələblərini, işə götürən tələblərinə nə qədər uyğundur. Yəni müraciət edən şəxslər də əslində bunu nəzərə almalıdırlar. Əlbəttə bunu nəzərə almalıdırlar. O baxımdan deyirik ki, əyani olaraq da yaxınlaşsalar, əgər vətəndaşın biz göndəriş əsasında bir uğur nailiyyəti əldə etməsə, biz vətəndaşa həmin istiqamətdə peşə hazırlığına cəlb edə bilərik ki, və vətəndaş bu 6 aya qədər olan peşələrdən yiyələnə bilərlər və bugünkü günün əmək bazarına uyğun olaraq peşə və kvalifikasiyalar ala bilərlər. O vətəndaşların kimlər ki, müvəffəqiyyətlə bitirdikdən sonra, sertifikat aldıqdan sonra həmin peşə və ixtisas üzrə müvafiq işlərə yiyələnə bilərlər. Yəni ki, vakansiya tələbinə uyğun deyilsinizsə, üzülməyə dəyməz. Çünki bəli, peşə hazırlığı deyə bir məşğulluq tədbirimiz də mövcuddur. Təşəkkür edirəm sizə. Səbuhi bəy, gəldiyiniz üçün ümid edirəm sizi çox sual verib yormadıq. Minnətdaram. Ətraflı məlumat üçün çox sağ olun. İşlərinizdə uğurlar. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram sizə. İş saatını izləyirdiniz, hörmətli tamaşaçılar. Bugün iş saatında Böyük Qayıdış proqramından danışırdıq. Bu proqram çərçivəsində görülən işləri istədik ki, bir daha sizin diqqətinizə çatdıraq. Növbəti həftə yenə görüşəcəyik deyə bilmirəm. Çünki növbəti həftə artıq bayram həftəsidir. Fürsətdən istifadə edərək hər birinizi Novruz bayramı münasibəti ilə təbrik eləmək istəyirəm. Uğurlu, düşərli bir bayram olsun hər kəs üçün. Yeni iş həftəsində biz eyni saatda və eyni gündə təkrar sizinlə iş saatında görüşəcəyik. Özünüzü qoruyun, salamat qalın.